Bəli, top kənarlaşır. Bu piyada lazım deyil. Qurban verir, top buradan kənarlaşır. İndi nə qalır? Şah. Yox, əvvəlcə top birdən şah verir. Transferdə deyil. Şah G2. Şah etdi. Artıq top uzaqlaşdı. Və burada da artıq mat təhlükəsi yarandı. Buradan görürsünüz ki, istifadə elədim. Çox asan istifadə elədim. Belə vəziyyətlərdən görürsünüz, çox asan. Hər şeyin yolu var da. İstifadə elədim, şaha yol açdım şahıma. Figurları daha çox bir-birinə bağladım. Görürsünüz, indi artıq... Yaxşı bir şey oldu. Artıq demək, qaralar Allah istəyər ki, şah top uzaqdalaq. Top gəlməsi kömək, top verdi. Və top verdi şah. H2 və top yedidən sonra qaralar təslim olunur. Niyə? Niyə sualını? Nə üçün verir? Filə üçün. Hara geçsin? O top görür lazım. Buna görə O gəlirdi ki, o gəlirdi. Bunu çıxmalıdır. Bunu çıxmalıdır. Bunu figuru zevk eləmək olmaz. Müftə eləmək olmaz. Nəyə çıxmalıdır da? Hara? Hara çıxmalıdır? Məsəl üçün, oraya yox. Bağlamayaq da. Buralara gedən bilir sana. Çünki aktiv şah, top aktiv deyil. Şahdakı sıxışdırılır. Topdakı fil altı gəlsən. Fil altı gəlsən, tələsmə yox. Fil altı gəlsən. Ne şey değil. Şah Yenə gəl fikirləşək. Filefçi. Top yeki. Avı Top J1. Fil Y1. Burada mat söhbətindən əlavədə çox var. Bilirsiniz ya, rəqib piyadalarını bəlkə vurmaq olmur, şah deyil. Bura bilər, top yeyindən şah verirsə, mən özünə şah verəcəm, düzdürmü? Və bu bir piyadanı tutacaq. Və nəhayət ki, onsuz da qaraların şahıdır, alan şah, pis vəziyyətdədir. Və sonradan da çox asan yenə də əvvəlki vəziyyət alacağım, gətirəcəm bura qədər piyadanı, gətirəcəm bura qədər buradan. Yəni şah deyəcək, sizi təhlükə yaradınızdan yenə bulacaq. Görürsünüzmü? Deməli, təhlükəni hər zaman yaratmaq olar. Görürsünüz, nə elədir? İstifadə elədir. Növbəti bir dənə də. Əsas yorulmaması.